Hədislərdə var, Əli əleyhissalam buyurur, ən böyük ehsan insana olan nəsihətdir. Mən va'azəkə fəqad əhsənə iləykə. Hər kəs sənə böyük nəsihət versə, o sənə ən böyük ehsanı etmiş olur. Ehsan təkcə yeməkdən, maddi nemətlərdən ibarət deyil. Ən böyük ehsan, ən böyük yaxşılıq odur ki, kimsə sənə nəsihət verər və sən o nəsihətə qulaq asırsan. Hətta insanın mömin olub olmaması bax buradan bilinər. Ona nəsihət verən adamın sözünə nə qədər əhəmiyyət verir, nə qədər əməl edir, insanın möminsiliyi də buradan bilinir. Əgər bir insan nəsihət eşidən olsa, ona əməl edən olsa, məlumdur ki, onda imandan bir sıra əlamətlər var. Bu cəhətdən insan görürsən ki, biz ona maddi ehsan olanda insan sevinir. Bir çay süfrəsinə, bir şirniyyat süfrəsinə, bir ümumiyyətlə naz nemətlərlə dolu olan bir süfriyə insanı qonaq çağıranda insan sevinir. Ki, məsələn, mənə mömin, filan mömin qardaş bu maddi ehsanı elədi. Ondan da çox sevinməlidir insan, bilirsiniz nəyə? Mömin qardaşın ona elədiyi nəsihətə. İnsana çay süfrəsi yasanda insan sevinir, amma nəsihət süfrəsi yasanda insan sevinmirsə, deməli hələ onda imandan əlamətlər görünmür. Odur ki, mən bir hədis seçmişəm, inşallah həm özümə, həm də sizə daha faydalı olsun deyə xatırlatmaq istəyirdim o hədisi. Əlbəttə, mümkündür bəziləri o hədisi bilsin. Çox maraqlı bir hədisdir. Bir gün Həzrət-i Nuh Peyğəmbər yanına iblis gəlir, deyir ki, ey Allahın Rəsulü, istəyirəm sənə nəsihət verim. İblis aləmi dair yoldan çıxaran, insanları vəsvəsə eləyən, gəlib Həzrət-i Nuh Peyğəmbərə deyir, istəyirəm sənə böyük nəsihət verim. Çox maraqlı bir məqamdır. Ən maraqlı məqam orasındadır ki, görün nəsihət verən kimdir, nəsihətə qulaq asan kimdir. Nəsihət verən Allah dərgahından qovulub lənətlənmiş iblis, nəsihətə qulaq asan böyük bir peyğəmbər, 5 dənə böyük peyğəmbərdən biri, Şeyxul Ənbiya, peyğəmbərlərin şeyxi deyirlər Nuh peyğəmbərə. Bütün aləmlərə öyüd nəsihət verən də ikinci bir tərəf istəyir iblisdən nəsihət alsın. Bəzən insanın hidayət olmasına mane olan, insanın hidayət olmamasına səbəb olan amillərdən biri öyüd nəsihət verənin sözünə yox, özünə diqqət eləməyimizdir. Qur'an-ı Kərimdə bir ayə var, hətta Allah Teala buyurur ki, ey mənim Rəsulum, müjdə ver bir sıra insanlara. Kimdir o insanlar? Səbəşşir buyurur, müjdə ver. İbadiyyəl-ləzinə, mənim o bəndələrimə ki, yəstəmi'unəl qavl, onlar sözü eşidirlər və yəttəbi'unə əhsənəh, tabi olurlar sözün ən yaxşısına. Loğmana dedilər, ədəbi kimdən öyrəndin? Demir ədəblidən, deyir ədəbsizdən. Ədəbsizdən ədəb öyrənmək olmaz. Amma Loğman deyir, mən elə ədəbi ədəbsizdən öyrənmişəm. Ədəbi öyrənənlər ədəb sahibindən, amma Loğman fərqli olub. Ədəbi öyrənib bi-ədəbdən. Dedilər, necə öyrəndin? Dedi, baxdım bi-ədəbə, gördüm ki, ədəbsizliyinin nəticəsi filan oldu. Mən elə bərbaşdan təkindim o ədəbsizlikdən. Əli əleyhissalam buyurur ki, danışan adamın özünə yox, sözünə fikir verginəm. O ki, insanın hidayət tapmasına mane olur, sözə yox, özünə fikir vermişik, şəxsiyyətə fikir vermişik. Danışan adam danışanda istəmişik qulaq asaq, onun şəxsiyyəti kəsib bizim qabağımızı. Demişik, o danışan kimdir? Deyiblər, məsələn, filan kəsin oğludur. Hə, qoy danışsın, qulaq asmamışım. O danışan kimdir? Filan kəs. Şimdi filan kəs də sayılıb seçilən insanlardan da öz cəmiyyət arasında. Ancaq kim sayılıb seçilmir, demişik, kimdir? Filan kəs qulaq asmamışıq. Halbuki ağıllı söz deyir, ha? Yaxşı söz deyir. İndi bir nəfər nüfuzlu adamdır, sayılıb seçilən adamdır, pulu var, vəzifəsi var. Deyək ki, gəlir bir
ağılsız söz deyir, insanları yoldan çıxaran bir söz deyir, hamı diqqətlə qulaq asır, elə bir Peyğəmbər danışır. Amma bir adam heç nəyi yox, gəlir bir ağıllı söz deyir. Hansı ki, insanlar o sözə əməl eləsələr, hidayət taparlar. Tüm bunun şəxsiyyəti o qədər də insanların nəzərində yüksək deyir, insanlar bəribaşdan deyirlər, qoy danışsın. Bax, ən böyük bəla insanın hidayətinə mane olan ən böyük bəlalardan biri bax budur. Tarix boyu insanların, bir çox insanların hidayət olmamalarının səbəbi bax bu olub. Şəxsiyyətə fikir vermişik. Hətta o vaxtı İslam Peyğəmbəri Peyğəmbərlik məqamına yetişəndə, Allah Teala 40 yaşında ona Peyğəmbərliyi verəndə və 3 ildən sonra Allah Teala'dan əmr gələndə ki, ey mənim Rəsulum, indi dəvətini aşkara elə və bütün insanları haqqa dəvət elə, Məkkənin böyük insanları, varlı insanları, nüfuzlu sayılıb seçilən, başda gedən insanları Peyğəmbərin Peyğəmbərlik iddiasını eşidəndə təəccübləndilər. Hətta Qur'an-ı Kərim onların təəccübünü də qeyd eləyir. Bilirsiniz nə dedilər? Dedilər, "Əhəzəlləzi bə'əsəllahu rəsula" təhqiramiz formada. Dedilər, Allah bunu mu Peyğəmbər seçir? Allah Peyğəmbər seçməyə adam tapmadı, gətirdi bunu Peyğəmbər seçdi. Məkkə böyükləri belə deyirdi Peyğəmbər üçün. Onlar deyirdilər ki, Peyğəmbərliyə ondan çox biz layiqik. Nəyə görə? Pul deyilsən bizdə, mini deyilsən bizdə, sayılıb seçilən əcdad deyilsən bizdə. Hər şey bizdə olduğu halda nəyə görə Allah Teala Peyğəmbəri yetimdən, fəqirdən, yoxsul bir kimsə tərəfindən, yəni sayılıb seçilməyən bir adamdan gətirdi Peyğəmbər seçdi. Bunlar elə başa düşürlər ki, Peyğəmbərlik dünyəvi məqam zatdır, nəyəsə görə baxıb verirlər. Bunun pulu var, buna məqam verək, bunun nəyi var, buna məqam verək. Bunlar nübüvvəti dünyəvi məqam hesab edirdilər. Elə bilirdilər ki, nübüvvət nazirdir. Elə bilirlər ki, nübüvvət hansısa bir şirkətə prezident gəlməkdir. Yox, nübüvvət insanları hidayət eləməkdir. O ki, hidayət eləmək məsələsi var ortada, gərək onun seçimini kim eləsin? Allah eləsin. Çünki insanın hidayət məsələsi var ortada. İnsanın xoşbəxtlik məsələsi var ortada. İndi bir yerə bir nəfər seçəndə yığılırıq, öz aramızdan ağıllı başlı bir adam seçirik ki, bu seçilən şirkəti abad eləsin, nəinki gəlsin, bərbad günə qoysun. Allah da bütün bəşəriyyətin hidayəti üçün əlbəttə seçimi özü eləməlidir. Amma insanlar çox qəribə qarşılayırdılar bunu. Allah bunu Peyğəmbər seçir. Bax, bu baxımdan çox insanlar hidayət olmayıblar şəxsiyyətə fikir verməklərindən. Bu yoxsuldur, bunun sözünü qəbul eləməyiblər. Bu filankəsdir, bu filankəsin oğludur, onun sözünü qəbul eləməyiblər. Halbuki qəbul eləsələr, bəlkə nicat taparlar, xilas olarlar, saadətə yetişərlər, düz yolda olarlar. Gəlir iblis, istəyir Nuh Peyğəmbəri nəsihət versin ona. Həzrəti Nuh Peyğəmbər əvvəl qulaq atmır. Yəni, daha doğrusu qulaq atmaq istəmir ki, yəni, sənin mənə nə nəsihətin ola bilər, axı? Sən kim, mən kim, aləmə nəsihəti mən verirəm, sən də gəlmirsən mənə nəsihət verməyə. Allahdan əmr gəlir Həzrəti Nuh Peyğəmbərə. Ey Nuh, qulaq at iblisin nəsihətinə. Dəli də olsa, ağıllı söz deyir. Özü yazğında olsa, insanları hidayətə apara biləcək bir söz deyir. 3 dənə nəsihət verir. Özü də nəsihətlərin hər üçü də sınaqdan çıxmış, təcrübədən keçmiş nəsihətlərdir. Bir var nəsihət, o həyatda sınaqdan keçməyib, təcrübədən keçməyib, öz sözün deməyib. Amma iblisin Həzrəti Nuh Peyğəmbərə elədiyi nəsihətin üçü də həyatda öz sözün demiş nəsihətlərdir. Bir var ki, insana nəsihət verəndə qarşı tərəf deyə ki, buna əməl eləsən nə olar? Əməl etməsən nə olar? Göstərməyə nümunə tapa bilmirsən. Ancaq iblis nəsihəti eləyir, nümunəsini də qoyur ortalığa. Çox maraqlı nəsihətdir. Bir, deyir, Nuh, sənə birinci nəsihətim budur ki, heç vaxt həyatda qürurlanma. Təkəbbürdən uzaq ol, kibridən uzaq ol. Mənəm demə, özünü görmə. Varlı da olsan, öz varlılığını qoy bir kənara. Unut varlılığını. İnsanların, yenə də deyirəm,
hidayətinin qarşısını kəsən, bu olub ki, insanlar özün görüblər. Mən varlıyam, gedim onunla bir zərgədə namaz qılım, bu olmaz. Mən varlıyam, mən də gedim məscidə, yox, mənim üçün xüsusi bir yer ayrılmalıdır. Mən filan cürəm, mən filan şəxsiyyətin sahibiyəm, yox, Allah belə şeyləri sevməz. Elmdə əgər elmin var, heç vaxtı elmə qürurlanma. Deməklə ki, mən filan yeri qutarmışam, filan universitet qutarmışam, filan institut qutarmışam, heç vaxtı qürurlanma. Nə qədər barın çox olsa, başını sal aşağı. Nəyə görə? Allah Teala vəd verir. Buyurub, hər kəs özün yuxarı aparsa, onu mən aşağı təkərəm. Hər kəs özün aşağı təksə, mən onu yuxarı qaldıraram. Bu Allahın sözüdür. Baxın, görün, həyatda o insanlar ki, Allah onları ucaldır. Görün, onları kim təkə bilər aşağı? Və yaxud o insanlar ki, özlərin qaldırırlar yuxarı, Allah onları təkib aşağı. Kim onları milyardlarla da xərc çəksən, o batmış insanı yenidən qaldırıb, insanlara təqdim eləmək, yaxşı insan kimi bu mümkün olan bir şey deyil. Niyə görə? Çünki Allah onu təkib aşağı. İndi gəlin milyardlar xərc eləyək ki, qardaş bu təkilmişi qaldıraq yuxarı, bu mümkün olan şeydir. Qaldırsın da nifrətdən başqa bir şey oyanmayacaq insanların zehnində. O bir nəfər deyildi mən Əli əleyhissalama Bəni Ümeyyə xəlifələri mənbərlərdə lənət oxuyanda Əli əleyhissalamı alçaltmırdılar, əksinə Əli əleyhissalamı ucaldırdılar, özlərini yalçaldırdılar. İndi nə qədər də Allah təkdiyi bir şəxsi uzatmaq istəsən, o nifrətdən başqa, mənfi təsirdən başqa bir şey olmayacaq. Bunu elə dünyada bu söz öz sözün deyil, təcrübədən də keçmiş bir sözdür. Dedim, heç vaxtı qürurlanma, heç vaxtı mənəm demə. 2 dənə ayə oxumuşam, 2 dənə hədis oxumuşam, 3 dənə kitab oxumuşam, daha deməcəkən ki, burada mənəm, Nəcəfdə də Sistani ağa. Bu cür demə. 2 dənə ayə oxuyur, gəlir ki, rəhmətli Fazıl Lənkəranaq orada nəsə düz deməyir. Onu belə deməliydi, nəsə düz deməyir. Qardaş, Fazıl Lənkəranaq ağa rəhmətli, 30 il, 40 il dərs oxuyur, sonra gəlib o sözü deyir. Sən ama 2 dənə ayə oxuyur, 3 dənə hədis oxuyur bu sözü deyir. İndi mən kimə inanım? O rəhmətliyə inanım, yoxsa sənə inanım? Yəni, məntiqlə də heç burada o məsələni də qoyaq kənara, hər bir şeyi qoyaq bir kənara. Elimdə öz sözün demiş insana inanım, yoxsa sənə inanım? Mən axı məntiqlə götürəndə elə heç dərinliyə də getməsək, mən inanmalıyam kimə? Alimə. Əgər insan istəyirsə Allaha yetişsin, birinci növbədə həyatda Allaha yetişmiş insanı tapmalıdır. Onun ünvanını tapmalıdır. Əgər bunu biz istəyiriksə ki, biz mömin insan olaq, gərək müvafiyyət edək mömin insanların qapısına. Gedək onların qapısını deyək. Ağa, sən mömin olmuşsan, mən də istəyirəm mömin olam. Heç vaxtı qürurlanma, deməklə ki, mənəm. Quran-ı Kərimdə ayə oxudum, buyurur, İnnəl insan ləyətqa. Həqiqətən insan tuğyan elədi. Əmirdən, itaətdən çıxdı, itaətsizlik göstərdi Allaha. Nəyə görə itaətsizlik göstərdi? Sonraki ayə səbəbin açıqlayır. Buyurur, Ər-rəafus təğna. Çünki insan özünü varlı gördü. Fikir verin cümləyə. Özünü varlı gördü. Bu cümləni 2 cür deyə bilərdi Quran-ı Kərim. Biz, həqiqətən insan tuğyan elədi, itaətsizlik göstərdi. Çünki o özünü varlı gördü. 2. Həqiqətən insan tuğyan elədi, çünki varlı oldu. Fikir verin, Allah Teala cümləni 2-ci formada demir. Demir ki, insan tuğyan elədi, çünki varlı oldu. Varlı olmaq insanın tuğyan etməsinə səbəb olmaz. Nə səbəb olar? Özünü varlı görmək səbəb olar. Varlı olmaq başqa, özünü varlı görmək başqa. Mümkündür bir insanın milyardı olsun, amma özün varlı görməsin. Mümkün bir insanın 5 manat pulu olsun, desin ki, elə aləm mənimdir. Bax, o rəahu sözü ki, Allah Teala buyurur, insan gördü özünü, nə gördü? Varlı gördü. Həzrəti Süleyman Peyğəmbərin heç kəsə verilməmiş və heç kəsə verilməyəcək bir səltənəti var idi, mülkü var idi. Amma Həzrəti Süleyman Peyğəmbər özün heç vaxtı varlı görmədi. Amma 5 manat pulum var, özümü varlı görürəm. Deyir, insanın tuğyanına səbəb
onun özünü varlı görməsidir. Hamımız bir hədis var, çox məşhur hədisdir. Həzrəti Musa Peyğəmbərlə bağlı, daha doğrusu bir hadisədir. Oxumuşuq, eşitmişik də o hədisi. Elə buradan da bir neçə dəfə mən demişəm. Həzrəti Musa Peyğəmbər itin boynuna saldı zənciri, çəkdi özü ilə Tur dağına. Nəyə görə? Çünki Allah Teala Musa Peyğəmbərə demişdi ki, özünlə bu dəfə gələndə özündən aşağı bir nəfəri gətirərsən. Həzrəti Musa Peyğəmbər baxdı, gördü, kimi yaparım? Filankəsi yaparım, məsələn, o içki içəndir. Fikirləşdi ki, yox, o da Allahın yaratdığı bir məxluqdur. Mənim ondan nə üstünlüyüm var? Kimi yaparım? Filankəsi, o filan günah eləyəndir. Sonra fikirləşdi ki, yox, onu da niyə yaparım? Mənim ondan nə artıqlığım var? O da Allah xəlq eləyib, məni də Allah xəlq eləyib. Keçdi heyvanlara. Filan heyvanı yaparım, yox, baxdı gördü ki, mənim ondan nə üstünlüyüm var, o da Allahın məxluqudur, mən də Allahın məxluquyam. Axırda çarəsiz gəldi şəhərdən çıxanda gördü bir, day belə əldən düşmüş bir it var orada. Dedi ya, bir dənə varlıq aləmində məndən aşağı olmuş olan bu ola bilər. Zənciri saldı boynuna gətirdi, yarı yolda yenə fikirləşdi. Mənim bundan nə artıqlığım var, bunu da Allah yaradır, məni də Allah yaradır. Çıxartdır zənciri boynundan, bıraxdı Allahın heyvanını. Tək tənha gəldi Allahın huzuruna. Allah Teala buyurdu ki, ya Musa, qərar idi sən özündən aşağı bir nəfər gətirəsən. Nə oldu, niyə gətirmədin? Dedi, ilahi pərverdigara, baxdın varlıq aləminə, özümü heç nədən və heç kimdən üstün görmədim və heç kimi, heç nəydə özümdən aşağı görmədim. Ona görə tək tənha gəlmişəm. Dedi, ya Musa, o iti 10 qədəmdə çəkdəydin, səni Peyğəmbərlikdən silərdim, çıxarardım. İndi ilk baxışdan bu hədis çox maraqlı gəlir adama, belə qəribə gəlir ki, Musa Peyğəmbər, əstəğfirullah, itinə müqayisə olunur burada, ya necə? Ancaq yox, bunun bir cavabı var. O da budur ki, Həzrəti Musa Peyğəmbər bəli, bütün kainatdan şərəfli idi, Peyğəmbər idi, böyük idi, Allah ona məqam vermişdi. Ancaq Allah Teala istədi ki, Həzrəti Musanı sınasın, ki, mən ona böyüklüyü vermişəm, görüm o da özüm böyük görür, böyüklüyü verib, o demək deyir ki, sınanmamalıdır. Allah onu sınağa çəkir. Bəli, o imtihandan Həzrəti Musa Peyğəmbər yaxşı da çıxdı. Və özünü böyük görmədi, hətta Allahın heyvanından belə. Heç vaxt özünü böyük görmədi. Dedi, Nuh, heç vaxt qürurlanma, qürurdan çəkin. Özünü görmə, varlı görmə, bir şəxsiyyət kimi görmə özünü. Əlbəttə, cahilin qabağında, zalimin qabağında demir, amma onlar istisnadır. Nümunəsini göstərir indi. İblis Həzrəti Nuh Peyğəmbərə nəsihət verdi və nəsihəti də həyatda öz sözün demiş bir nəsihət idi. Nümunəsini göstərir. Deyir, ey Nuh, nümunəsi də mənəm. Bir dəfə qürurlandım, Allah məni dərgahından qovdu, dedi, çıx bayra, sənin yerində öldü. Halbuki, Həzrət Əli əleyhissalam buyurur, 6000 il iblis Allaha ibadət eləmişdir. 6000 il. Bir günün, bir ayın, bir ilin, 5 ilin, 10 ilin, 100 ilin ibadət eləyəni deyildi. 6000 il Həzrət Əli əleyhissalam Nəhsül Bəlağada buyurur ki, iblis alnını döymüşdü möhrə, səddə eləmişdi Allaha. Məqam sahibi idi Allah yanında. Mələklərə xutbə oxuyurdu, mələklər yığışırdı, iblis çıxırdı, mənbərə olaraq xutbə oxuyurdu. Allah onu o cür uzatmışdı. Ancaq bir dəfə təkəbbürlə Allah onu endirdi, dərgahından qovdu. Dedi, iblis, ey Nuh, həyatda qürurlanma, qürurlanmağın azı nəticəsini mən görmüşəm ki, qovulmuşam Allahın dərgahından. Əba və istəkbərə və kana minəl kafirin. İblis istəkbərə, təkəbbür elədi, Allah dərgahından qovdu və kana minəl kafirin, kafirlərdən oldu iblis. İkinci, dedi ki, ey Allahın Rəsulü, heç vaxt həyatda paxıllıq eləmə. Həsəddən uzaq ol. Heç kəsin paxıllığını çəkmə. Qibdə olar, amma paxıllıq eləmə. Gördün, qardaşın, qonşun, məsələn, filan bir sahədə gedib qabağa, deyilən ilahi pərverdigara, o qonşu getdi qabağa, o mömin qardaş getdi qabağa, dua ilə Allah səni də onun kimi qabağa aparsın. Amma deməklə ki, ilahi pərverdigara, o getdi, sən onu bir cür elə, saxla, qalsın arxada, mən kesim onu. Belə demə Allaha. Hətta bu nə qədər pis günahdırsa, Allah şərrindən
Quran-ı Kərimdə deyir, sənə sığınıram. Və min şərri xasidin izâ həsəd. Paxılın şərrindən Peyğəmbər buyurur. Paxılın şərrindən ilahi sənə sığınıram. Ya Nuh, nümunəsini də göstərim sənə. Kimdir nümunəsi? Qabilin öz qardaşı Habili öldürməsi. Səbəb nə idi bu ölümün? Paxıllıq idi. Nəyə görə paxıllığı tutmuşdu? Həzrəti Adəm Peyğəmbərə Allah Taala vəhiy göndərdi. Dedi, Adəm, mən istəyirəm yer üzərində mənim dinimin tanınmasına xidmət edən bir nəfər alim şəxs olsun. Və istəyirəm o alim şəxs sənin nəslindən olsun. Kimdir ilahi pərverdigara? İstəyirəm oğlun Habili sənin yerində danışın təyin edeyim. Nübüvvət irsini ona verin. Qabil xəbər tutdu ki, qardaşı atanın nübüvvət mirasını alacaq, danışınlık kürsüsünə əyləşəcək. Xəbər tutanda qəzəbləndi, gəldi atasının yanına. Ata, yaş deyirsən məndə, pul deyirsən məndə, ondan böyüyəm. Nəyə görə nübüvvət mirasını mənə yox ona verirsən? O məndən kiçikdir. Dedi, oğlum, bu Allahın əmridir. Mənim qərarım deyil, Allah belə kesin. İstəyir, Habil baxmayaraq yaşda da kiçikdir, Habil mənim əvəzimdə mənim danışınım olsun. Paxıllığı tutdu, qərara aldı ki, mən Habili öldürəcəm. Quran-ı Kərimdə bunu Əl-Maidə surəsində buyurur. Buyurur, ləəqtulennəkə. Əlbəttə mən səni öldürəcəm. Qabil hey deyildi, amma xəlvət yer axtarır ki, qardaşını öldürsün. Paxıllıq da nədən tutdu? Allah Taala Həzrət Adəm Peyğəmbərə buyurdu ki, get o 2 nəfərə decinən, gətirsin qurbanlıq mənim dərgahıma. Habil nə apardı? Bir dənə qoyun apardı. Malqara sahibi idi deyənə bir qoyun apardı. Qabil də əkinti idi, biraz buğda apardı. İkisini də qoydular yanaşı. İndi Allah Taala kimin qurbanlığını qəbul eləsəydi, Adəm Peyğəmbərin də mirası çatacaqdı ona. O Adəm Peyğəmbərin yerində danışın olacaqdı. Rəmz var idi, nişanə var idi. Nişanə də nədən ibarət idi? Səmadan bir od gəlib, hansı qurbanlığı yandırsaydı, ondan biləcəkdilər ki, bəli, o qurbanlığı gətirən Peyğəmbərimizin, Adəm Peyğəmbərin vəsisi olacaq. Hətta fikir edirəm, Nisa surəsində, Bəni İsraildə belə bir adət var idi. Allaha qurbanlıq desəydilər, o qurbanlığı çıxarardılar, qoyardılar bir dağın başına, göydən gələn ot onu yandırsaydı, bilərdilər ki, bu qurbanlıq qəbuldur. Bax, Adəm Peyğəmbərin övladları da bu cür elədilər. Qoyunla buğdanı gətirdilər, qoydular, deyir, göydən gələn qəfil atəş yandırdı Habilin gətirdiyi qurbanlığı, qoyunu. Buradan bilindi ki, Qabilin qurbanlığı qəbul oldu və danışın da o olacaq. Paxıllığı tutdu, şeytan aldı Qabilin başının üstünü. Dedi ki, Qabil, bu ki, indi görürsən, sənin qurbanlığın qəbul olmadı, qardaşımın qurbanlığı qəbul oldu. Bax, bu hələ çox əhəmiyyətli bir hadisə deyil. Ən böyük əhəmiyyətli hadisə bilirsən nə olacaq? Sənin nəslindən də övladlar dünyaya gələcək. Habilin nəslindən də övladlar dünyaya gələcək. Habilin nəslindən dünyaya gələn övladlar əmsi uşaqları Qabilin övladlarına iftixar eləyəcək. Deyəcəklər ki, biz sizdən üstünük ona görə ki, biz qurbanlığı qəbul olmuş kişinin balalarıyıq. Siz isə qurbanlığı qəbul olmayan kişinin övladlarısınız, ona görə biz sizdən üstün oluruq. Bunun qəlbində paxıllıq alovu yanırdı. Şeytan da gətti, odun tökdü üstünə. Biraz da qızışdın. Xəlvət yer axtarırdı, hey deyirdi səni öldürəcəm, amma bilmirdi nə tür öldürsün. Şeytan yenə aldı başının üstünü, boş qoyma. Dedin, nəyə fikir etmişsən? Bir dənə yesə daşdır, götür xəlvətdə, vur bunun başına qoyulsun. Əgər bu cür eləsən, atalın da mirası çarəsiz olaraq qalacaq kimə? Sənə da övladı yoxdur. Sənə qalacaq. Peyğəmbər də sən olacaqsan, hər nə Adəm Peyğəmbər üçün var, Allah verəcək sənə. Bu cürdə elədi, ancaq nəticədə Allah Taala Həzrəti Adəm Peyğəmbərə bir övlad verdi. Hibətullah ləqəbi ilə. Allahın hədiyyəsi. Adı nə idi? Şiis Peyğəmbər. Peyğəmbərin peyğəmbərliyinin varisi də elə həmən insan oldu, həmən Peyğəmbər oldu. Qabil də getdi öz işinin dalıyca. Hətta ya veyləta ədəstu ən əkunə mislə hazəl quraq dəfn eləməyə tapmadı bir çarə. Göydə 2 dənə qarğa gəldi,
Bir-biri ilə dalaşdılar, biri o birisini öldürdü, yeri qazdı, o öləni bastırdı öldürən. Dedi, vay olsun mənim halıma, öldürdüyümü bastırmağı da bilmirəm, onu Allahın heyvanından öyrəndim, nə qədər mən alçaq adamam. Dedi, Nuh, heç vaxtı paxıl olmaz, çünki paxılın nəticəsi budur. Üçüncü, dedi, heç vaxtı dünya malına həris olma. Dünya malına olan məhəbbəti çıxar qəlbindən. Nəyə görə? Ona görə ki, Həzrəti Adəm Peyğəmbər cənnətdə Allah onu yaratdı və ixtiyarında nemətlər qoydu. Bir dənə nemətə qadağa qoydu Allah Taala. Dedi, bax, nuşi canım, nə qədər istəyirsən bu nemətlərdən ye, ancaq bir dənə o buğdadan yemə. Deyək ki, məsələn, cənnətdə 100 dənə nemət var idi. Məsələn, Allah 99'unu halal buyurdu, o bir dənəyə qadağa qoydu. İnsan üçün maraqlıdır. Nəyə görə Allah o bir dənəyə qadağa qoyur? Elə 99'unu halal buyurmuşsan, ilahi pərverdicara, bu bir dənənin taxsırı nədir? Bunu da halal buyur, 99'undan nuş elədiyim kimi, bundan da nuş eləyim. Nəyə görə buna qadağa qoyur Allah Taala? Məqsəd var burada. Məqsəd Həzrəti Adəm Peyğəmbərin sınanmasıdır. Həzrəti Adəm Peyğəmbərin nəfsi istəklərinə tabi olub olmamasıdır. Fikir verin, Allahın qadağa qoyduğu şeydə belə bir xüsusiyyət var. Allah nəyə ki qadağa qoyub, insanın meyli çəkir onu. Süfrənin üstündə 50 cür taam var, halal taamlar var, yeməklər var, nə bilim, sular var. İnsanın qəlbi, könlü nə istəyir? O haramı istəyir. Allah nəyə ki qadağa qoyur, deyiyor, ondan siz mənim üçün. Ondan tək mənim üçün. Allah nəyə qadağa qoyur, insanın meyli ona çəkir. Həzrəti Adəmin də istəyirdi, daxilindəki nəfsi Allah Həzrəti Adəmə tanıtdırsın. Qadağanı qoydu ki, Həzrəti Adəmə nəfsini tanıtdırsın ki, Həzrəti Adəm, mən yaratdığım insanda belə bir nəfs adlı istək var ki, insanı daima neynə? Təkər pisliklərə sarır. Deyir Həzrəti Nuh Peyğəmbərə iblis ki, heç vaxtı dünya malına həris olma, çünki hərislik nəticələndi nə ilə? Həzrəti Adəmin cənnətdən çıxması ilə. Yedi o bir dənə buğdanı və yaxud da indi hansı meyvə idisə, işimiz yox ondan. Yedi onu yemək həmən çıxdı behişdən. Dedi ki, ey Nuh, mən gəlmişəm sənə bu 3 dənə nəsihəti verəm. Bunlardan uzaq ol. Dedi ki, iblis, sən nəyə görə mənə gəlib bu nəsihətləri verirsən? Dedi, ya Nuh, sənin mənim barəmdə bir dənə yaxşılıq eləmişdin. Bir haqqın var idi mənim boynumda. İstədim o yaxşılığımın əvəzini qaytaram, gəldim sənə bu 3 dənə nəsihəti verdim. Dedi, iblis, mənim sənə nə nəsihətim, nə xeyrim deyib, nə yaxşılığım deyib? Dedi ki, sən bir dəfə əllərini açsın Allah dərgahına, Allahdan istədin ki, bu kafir qövmdən bir nəfər də qoyma yer üzündə. İlahi, hamın cəhənnəmə vasil elə. Allah da sənin duavı qəbul elədi, qövmünün günahkarlarını hamın göndərdi o biri dünyaya, hamın göndərdi cəhənnəmə. Yoxsa mən onların azğınlığı yolunda nə qədər oturub zəhmət çəkməliydim. Sən məni zəhmətdən xilas elədin. Odur gəlmişəm sənə bu 3 dənə nəsihəti verim.